Vücudumuzun diğer toxumalarından inkişaf edə bildiyi kimi, eyni zamanda beyin toxumasından da və beyin toxumasının ətrafındakı hüceyrələrdən də şişlər inkişaf edə bilir. Başqa adla desək, beyin törəmələri və ya beyin xərçəngi də edə bilinir. Bu şişlərin iki növü ayırmaq olar. Xoş və bəd xassəli şişlər. Xoş xassəli şişlər adətən yavaş böyüyən və ətraf toxumanı sadəcə mexaniki olaraq sıxan şişlərdir ki, amma bəd xassəli şişlər daha sürətlə böyüyür və mexaniki sıxmaqla yanaşı beynin içərisinə, yəni beynin daxilinə də nüfuz edib hüceyrələrə zədə verə bilir. Və beyin şişləri bildiyimiz kimi kəllə qutusu, yəni beynimizin yerləşdiyi kəllə bir qapalı qutudur və bu qutunun içərisində həcimin artmasına, yəni kəllə daxili təzyiqin artmasına səbəb ola bilir ki, bu da özünə məxsus simptomlarla özlərini göstərirlər. Beyin şişləri əgər beyin toxumasının özündən inkişaf edirsə, buna birincili və ya primer beyin şişləri deyirik. Ancaq bundan başqa vücudumuzun başqa bir yerində olan, özəlliklə bəd xassəli şişlərin bura metastaz olması, qan yolu ilə gəlməsi metastatik və ya ikincili beyin şişləridir və birincili beyin şişlərinin özü də təbii ki, xoş xassəli və bəd xassəli olmaqla iki qrupa ayırırıq.